Dünyanın ən güclü oyuncusu olduğunu sübut eləmək üçün ən güclü çempionat olan İtaliya üst tutur. Inter prezidenti Maratti bu səfər transferə görə 2 qat ödəniş eləməli olur. 27 milyona Interə keçən Ronaldo ikinci dəfə transfer rekordu qırır. Dünyanın ən güclü müdafiəçilərinə qarşı oynadığı çempionatda hətta liqanın bombardiri Gabriel Batistutanı da geridə qoyur. 47 oyuna 34 gol vuraraq bütün İtaliyanı özünə heyran eləyir. Elə ilk sezonunda liqanın ən yaxşı oyuncusu seçilir. FIFA üzrə ən yaxşı oyuncu və qızıl top mükafatlarını alır. Qarşıda dünya çempionatı gəlirdi. Burada o qrup mərhələsində 1 gol, play-offda isə 3 dəfə fərqlənir. Fransaya qarşı həlledici oyunda saatlar qalmış Ronaldonu hospitala aparırlar. Qızdırma içində olan Ronaldo meydana çıxır. Ancaq bu oyunda o öz kölgəsini xatırladırdı. Zidane Braziliyanı silib süpürür. 3-0. Buna baxmayaraq turnirin ən yaxşı oyuncusu Ronaldo seçilir. Interdəki növbəti sezonunda yenə də qarşısı alınmaz idi. Ancaq dizindəki ağrılar onu yormağa başlamışdı. 19 oyuna 14 top vura bilmişdi cəmi. 99-2000-ci il sezonunda isə dizləri bu sürətli ayaqlara tab gətirmədi. Ağrıları şiddətlənən Ronaldo əməliyyata gedir. 5 ay sonra meydana qayıdan Ronaldo özünə məxsus driblinqə edən vaxt daha dəhşətli zədə alır. Düz il yarım futboldan uzaq qalır. Zədədən qayıdanda isə artıq daha ehtiyatlı oynasa da 10 oyuna 7 gol vurur. 2002 dünya çempionatına çağırmağın riskli olduğunu desələr də Scolari onun mütləq şəkildə gəlməsini istəyir. 2002 dünya çempionatı Ronaldo üçün möhtəşəm keçir. Düz 2 il futboldan kənarda qalan oyuncu turnirin bombardiri olur və öz ölkəsinə dünya çempionatını qazandırır. Bu çempionatda o İngiltərədən başqa oynadığı bütün ölkələrə qol vurmuşdu. Qızıl top mükafatını qazanacağına heç bir şübhə olmayan fenomen Real Madridə transfer olur. Adəti üzrə elə ilk sezonunda çempion olur və layiq olduğu mükafatı alır. 44 oyuna 30 gol vurur və köhnə günlərdəki kimi arada öz fintlərini göstərirdi. Daha bir fantastik oyunu cavab oyununda Manchester'a qarşı Old Traffordda göstərir. O bu oyunda hat-trick edərək komandanı növbəti mərhələyə çıxardı. Növbəti 2 ildə isə fenomen artıq formadan düşməyə başlayırdı. Əvvəlki sürəti yox idi və çəkisi də artmışdı. İnersiya ilə Ronaldo qollar vururdu. Ancaq əvvəlki fenomendən əsər yox idi. Fikrimcə, bu oyuncu tarixin gəlmiş keçmiş ən yaxşı 9 nömrəsidir. Hətta bir çoxları razılaşmasa da, mən bu oyuncunu ümumilikdə tarixin ən yaxşı 5 oyuncu siyahısına da əlavə edərdim.